2026-cı ilin iyulun 21-i. Salam mənim gözəl, mənə dəstək olan komandam, hər vaxtın xeyirli olsun. Gedək sabaha ayın 21-inə və görə günlə gələcək, necə olacaq və necə keçəcək və ən vacibı nəyə diqqət vermək lazım olacaq. Nəyə diqqət vermək lazım olacaq. Burada və şəxsi həyatda. Oy, tanırsınız ki, rus dilində də baxışlarımı baxır. Görəsiniz ki, eyni şeydir. Sizə sabah kimizə hədiyyə gətirəcək, ya kimdən siz xəbər eşidəcəksiniz. Ona görə siz üçün necə bu xəbər olacaq? Sizi bu xəbər çox fikrə salacaq. Nasıl elə Rusiyada olana çox oxşuyursunuz. Xəbər bir fikrə salacaq. Bir tərəfdən sizi sevindirəcək və xəbər deyən birisi kimdənsə atımdır da, kimdənsə atımdır. O bir tərəfdən sizi sevindirəcək, o biri tərəfdən isə fikrə də salacaq və seçim qabağından qoyacaq. Mən isə şəxsi baxışla bağlı əlaqə saxlamaq istəyirəm. Mənim səhifəmdə üstəgəl 79-dan başlayan 46-na bitən WhatsApp və Max nömrəmdə yazırsınız, ya səs atırsınız və ya səbirli növbənizi gözləyirsiniz. Növbə sizə çatanda mən sizə cavab verəcəm. Pul enerjisində sizi sevindirəcək. Əlbəttə ki, hədiyyədir. Bir şey qadınlarda, çoxlusunda qadınlarda elədir ki, nə isə onları şəxsi həyata sevindirəndə onda pulda da rahat olurlar. Bəllər sizə də, sizin də bu şad xəbər sizə işləmə daha güc, daha enerji verəcək. Şəxsi həyatda da siz kiminləsə şansınız olacaq, sabah kiminləsə barışmağa və kiminsə sözünü, fikrini eşitmək və başa düşmək. Xeyirli olsun mənə dəstək olan komandama.